Salam, İnkişafdasan proqramının dəyərli izləyiciləri. Bugün yenə qadınlardan danışacağıq. Qadınların innovasiya və texnologiya sahəsində rolunu müzakirə edəcəyik. Gəlin etiraf edək ki, qadınların bu sahədə artan iştirakı cəmiyyətimizin inkişafında mühüm rol oynayır və hətta deyərdik ki, texnoloji irəliləyişi sürətləndirir və cinsi bərabərliyi təşviq edir. Gəlin elə bu mövzunu, bu sahənin yetəri qədər uğur qazanmış qadınları ilə müzakirə edək. Qonaqlarımız Azərbaycan Respublikası Mərkəzi Bankının Fintech və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofididir və eyni zamanda Digital Umbrella şirkətinin təsisçisi və direktoru Ulduza Xəlilovadır. Xoş gəlmisiniz. Biz bugün qadınların bu sahədə inkişafını müzakirə edəcəyik, amma ilk sualım olacaq ki, adətən qadınlar texnologiyaya maraq göstərmirlər deyirlər. İnnovasiya təbii ki, qadınlar yaradıcı olduğu üçün daha çox maraq göstərə bilərlər, amma texnologiya sahəsində proqramlaşdırmada qadınları az görürük. Son zamanlar təbii ki, artıblar, amma əvvəldən az görmüşük. Sizə sualım odur ki, siz bu sahədə karyeraya başlamağınızın səbəbi nə oldu? Necə oldu ki, bu sahəyə gəldiniz, bu sahəyə marağınız oldu? Maraqlı sualdır. Deyək ki, həmişə qarşılaşdığımız bir sualdır, amma bu dəfə biraz fərqli cavab verəcəm. Mənim bu sahəyə marağımı, yəni texnologiyalar və innovasiya sahəsində marağımı şərtləndirən ilk növbədə mənim fantastika sahəsinə olan marağım olubdu və digər bu sahədə olan xanımlardan, məndən daha gənc olan xanımlardan fərqimiz budur ki, yaşımın verdiyi üstünlüyə görə mən ölkəmizdə 3-cü və 4-cü sənaye inkişaflarının ölkəmizə gəlişi və inkişafı ilə paralel olaraq bu sahəyə gəlmişəm və burada inkişaf etməyə başlamışam. İlk kompüterlə tanışdığım mənim orta məktəb illərində olubdu. 80-ci illərdə o vaxt Sovet dövrünün istehsalı olan Korvet kompüterləri var idi. Eksperiment olaraq bir neçə respublikada, bir neçə məktəbdə tətbiq olunurdu və mənim oxuduğum Füzuli rayonunun bir saylı orta məktəbi də çoxdanıncı ildə bu seçilmiş məktəblərdən biri idi. İlk dəfə mən kompüteri Korvet kompüterlərini orada görmüşəm. Daha sonra növbəti hər rayon məktəbində belə bir imkan oldu. Bəli, yəni şanslıyam buna görə də. Və daha sonra ali təhsil aldığım Bakı Dövlət Universitetinin Tətbiq Riyaziyyat Fakültəsi o dövrlərin kompüter sahəsində təhsil verən, ən öndə gedən, qabaqcıl və tələbələrə bu sahədə praktik bilikləri yiyələmək üçün şərait yaradan bir təhsil müəssisəsi idi və burada da təhsilimi aldıqdan sonra elə bu istiqamətdə də davam etmişəm və daha sonra da həm professional fəaliyyətimi, həm işgüzar fəaliyyətimi kompüter texnologiyaları və IT sahəsində həllərin verilməsi üzərində qurmuşam. Yetər qədər də uğurlu alınıb. Təşəkkür edirəm. Fidan xanım, siz necə? Öncə biz danışdıq ki, siz jurnalistika fakültəsini bitirsiniz. Bəli. Mənim keçidim çox maraqlı olub əslində. Necə başladınız? Bəli, mən əslində daha çox humanitar yönlü, belə deyim, təhsilə üstünlük vermişəm, qəbul olmuşam. Mən də Bakı Dövlət Universitetinə onu bitirmişəm və daha çox o istiqamətə marağım olub və belə deyim də dönüş nöqtəsi adlandıraq, daha çox universiteti bitirəndən sonra olub. Mən işə başlamışam və ilk iş yerimdə nə xoş mənə ki, böyük bir təşkilat olub və həmin o təşkilatda texnologiyaya marağım həqiqətən çox artıb. Çünki realda problemlər necə həll oluna bilər texnologiyaların tətbiqi ilə görmüşəm, hiss etmişəm və eyni zamanda da startapların bir növ inkişafına töhfə vermək kimi istiqaməti aparmışam. Startaplar və ümumiyyətlə innovasiya deyəndə əksər hallarda innovasiyanın bünövrəsi texnologiyalardır bir çox hallarda və məhz o belə deyim də sahəni aparanda, o sahədə işləyəndə başa düşdüm ki, həqiqətən də texnologiyaların rolu nə qədər böyükdür və bu istiqamətdə də həm biliyimi, bacarığımı, təcrübəmi artırmağa başladım. Kifayət qədər uzun müddəti mən həmin o proqramı aparmışam, hansı ki, startapların dediyim kimi yeni ideyaların, yeni texnologiyaların inkişafına böyük dəstək verib və hər gün belə istedadlı gənclərlə birlikdə vaxt keçirməyi, həmin o dediyim kimi sahədə yaranan həllərin təsirini görməyi məni də əlbəttə ki, çox ilhamlandırırdı. Mən də ona görə bu istiqaməti araşdırmağa davam edirdim. Sonra maliyyə sektoruna keçid
keçidim oldu. Yəni bank Ona sektorunda görə bu gün çalışmışam. fintechlə Bəli, innovasiyalar və birləşir. hazırda da dediyim kimi maliyyə və texnologiyaların kəsişməsi olan o maliyyə texnologiyaları fintech adlandıran bir sahədəyim. Niyə? Çünki başa düşdüm ki, həm bu tərəfdən olan biliyim, bu tərəfdən də olan biliyimi, yəni bir ortaya gətirsəm, artıq yəni maraqlı bir şeylər yaratmaq olar və məhz ona görə də hazırda Mərkəzi Bankda biz bütün maliyyə sektoru üçün maraqlı ola biləcək istiqaməti aparırıq da, hansı ki, maliyyə texnologiyaları Azərbaycanda necə inkişaf edə bilər, bunun üçün biz nə edə bilərik, hansı imkanları yarada bilərik və beləliklə də və səmimi deyim ki, getdikcə də artır marağım. Çünki texnologiyalar demirəm artır, amma ən azı istiqamətlər olaraq gündən-günə artır. Bəli, gəzləşir, çətinləşir, amma kifayət qədər maraqlıdır. Fidan xanım, siz də, Ulduzə xanım da mən hesab edirəm ki, ölkənin də keçid dövründə bu sahəyə daxil olmusunuz. Məncə ona görə siz bizim indiki xanımlardan, ümumiyyətlə digər qadınlardan daha yaxşı bilərsiniz ki, bu sahəyə daxil olan xanımlar, bu sahəni seçən xanımlar hansı çətinliklərlə üzləşirlər və o çətinlikləri dəf etmək üçün hansı strategiyalar daha işləkdir? Düşünürəm ki, bu suala cavab verəndə biz Fidan xanımla bir-birimizin cümlələrini tamamlayaraq cavab verəcəyik. Bəli. Əgər bu sahədə qadınların rastlaşdığı problemlər haqqında danışsaq, bu ancaq bizim ölkəmizə xas olan bir məsələ deyildir. Ümumiyyətlə, bu məsələyə başlamamışdan əvvəl mən niyə görə son dövrlərdə IT sahəsinə daha çox qadın cəlb olunsun kimi bir fikrin yarandığını və Fidan xanımla mənim də və aid olduğumuz ətrafımızda olan digər xanımların və bəylərin də bu məsələyə dəstək verdiyini bir formada izah etməyə çalışıram. Çünki biz bu sualla çox rastlaşırıq. Belə həm görüşlərdə, həm xanımlarla bu sahəyə yeni başlamaq istəyən şəxslərlə görüşlərdə bu suallara biz çox rastlaşırıq. Məsələ nədən ibarətdir? 20 il, 30 il bundan əvvəl texnologiyalar indiki səviyyədə inkişaf etməmişdi. İndi texnologiyalar bizim həyatımızın hər bir sahəsində, bütün sahəsində vardır. Yəni, bu texnologiyaların artıq istifadəsi həm qadınlar, həm kişilər tərəfindən aktuallaşır və bu istifadə prosesinə nə qədər çox insan cəlb olunarsa, bu qədər texnologiyalar əlçatan və rahat başa gələn olurlar. Bu da o deməkdir ki, ancaq kişilərin gücü ilə bu sahə inkişaf edə bilməyəcək. İkinci aparıcı iqtisadi qüvvə olan qadınlar da bu prosesə daxil olmalıdırlar və burada iştirak etməlidirlər. Mən burada bir nümunə üzərindən getmək istəyirəm. Bir neçə il əvvəl bir tədbirdə biz bir məşhur Amerikalı IT sahəsində strukturlaşmış databazaların elm sahəsində inkişaf etməsinə böyük töhfə vermiş bir xanımla görüşdük. Xanımın adı Jennifer Widom'dur. Səhv eləmirəmsə, hazırda o Stanford Universitetinin IT fakültəsinin dekanıdır. Xanımın belə bir həyat hadisəsi danışdı. Dedi ki, bəs Google Lens, Google'ın ilk prototipi Google Lens, bunu yaradan komanda ilə bir görüşü haqqında danışdı bizə ki, bəs necə ki, indi Fidan xanım fintechdə müxtəlif startaplarla görüşür, o da öz işinin xarakterinə aid olaraq, məsələn, Google'ın Google Lens istehsal edən komandasından görüşür. Xanıma təqdim ediblər ki, biz çox gözəl bir yenilik, bir innovasiya hazırlamışıq. Buyurun, siz də bundan istifadə edin. Çox rahat istifadəsi. İstifadə də nədən ibarətdir? Bu eynəyi taxırsan gözünə, prototipdir təbii ki, və deyirsən, Google, bu sənin suallarına cavab verməyə başlayır. Deyir, mən də taxdım eynəyi, mən deyirəm, Google, heç nə yoxdur. Google, heç nə yoxdur. Bunlar götürdülər, apardılar, orada yoxladılar, burada yoxladılar, gəldilər, komanda üzvləri taxır, deyir, Google, hər şey işləyir. Mən taxıram, Google, heç nə işləmir. Niyə? Çünki komandada bir dənə də xanım olmadığına görə, xanım qadın səsini bu device tanımır. Yəni, yəqin ki, mən bunu bu Jennifer xanımdan şəxsən eşitmək xoşbəxtliyinə nail olmuşam. Ancaq yəqin ki, internetdə də bu haqqında bəli bir məlumatlar vardır. Və əgər deyiriksə ki, xanımlar bu sahəyə, xüsusən IT sahəsinə gəlmək istəyən xanımlar hansı problemlərlə rastlaşırlar? Hər dövrün özünə aid bir problemi var. Yəni, məsələn, mənim başlayanda rastlaşdığım çətinliklər, problemlərlə böyük ehtimal ki, Fidan xanımın rastlaşdıqları eyni deyil və indi mənim rəhbərlik etdiyim şirkətə daxil olan gənc xanımlar, hansı ki 22-23 yaşında bu sahəni öyrənməyə başlayırlar və professional karyeralarını qurmaq istəyir, onların da başqa challenge-lər var, səmimi desək. Məsələn, mən öz yaş dövrümə görə adım çəkmək istədiyim birincisi bu stereotip yanaşmasıdır. Yəni, belə bir yanaşma var ki, xanımdırsa bunu çox
həyatda baş çıxmayacaq. Ulduz xanım nə bilir internet nədir? Arada belə bir gülməli bir söz də vardı. Adaptiv hesab edirlər nəyə görəsə qadınları. Bu sahənin daha çox kişilər tərəfindən dominant olan bir sahə kimi qəbul edilməsinə və çox xoşdur ki, artıq bu stereotip demək olar ki, yavaş-yavaş qırılır. Zaman aparan bir məsələdir. Razıyam sözünüzə qüvvət. Bu və mənə görə də bu daha çox ailələrdən də başlayır. Niyə? Çünki bir övladı, bir qız övladını onun üçün rol modeli atadır da, yəni dəstəkçi atadır və ona görə də belə deyim də gənc yaşdan atadan o nəsihəti alanda, yönləndirməni alanda o xanımlar böyüdükcə də həm o peşə seçimində, həm təhsil seçimində artıq belə deyim opsiyalar olur. Və stereotipa gəldikdə isə davamlı olaraq illərlə və bu tək Azərbaycanda deyil də, dünyada da belədir. Həm rəhbər vəzifələrində, həm hansısa bir ixtiraların belə deyim də arxasında duran əksər say kişilər olub deyənə. Ona görə bir stereotip var ki, yəni burada xanım uğurlu ola bilməz. Xanım bunu bacarmaz və ya xanım ümumiyyətlə başa düşə bilməz. Hətta ki, bu texnologiyaları yəni necə yaratmaq olar, necə idarə etmək olar, ümumiyyətlə bu sahəni yəni bilməyəcək. Bu həqiqətən də bəlkə də ən böyük birinci stereotip odur. Mən hətta işimdə bəzən qarşılaşmışam belə кейslə ki, nəyinsə təqdimatı gedir, nəyisə izah eləyirlər və təsəvvür eləyin ki, əksər hallarda, misal üçün, otaqda xanım sayı azdır, kişi sayı daha çoxdur və nədənsə bizə bunu izah eləyəndə sanki daha sadə sözlərlə izah edirlər, daha sadə cümlələrlə izah edirlər və hansısa bir məqamdan sonra mən çönüb deyirdim ki, mənə aydındır, yəni siz bir dəfə izah elədiniz, ayrıca mənə izah eləməyə ehtiyacı yoxdur. Bu da nədir? Stereotipdir, yəni hamıya bu cür izah eləyirəm, hamı başa düşəcək, amma xanımlar yəqin ki, başa düşməyəcək, gəlin onlara daha sadələşdirilmiş versiyasını təqdim edək. Razıyam sizinlə. İkinci, məsələn, burada rastlaşılan çətinlik də deyil. Məsələn, bu sahəyə yeni qoşulmaq istəyən gənclər, xanımlar istiqamətində düşünürüksə biz, burada xanım liderlərin və bunların bir mentor kimi qəbul edəcəkləri, peşə seçimində, ixtisaslaşma istiqamətində, karyera quruculuğunda yönləndirəcəkləri bir şəxslərə ehtiyacları olması məsələsi də məsələn belə deyək ki, qarşıda duran problemlərdən biridir. Çünki texnologiyalar o qədər də çətin bir sahə deyildir. Səmimi desək, səmimi baxsaq, bütün sahələr kimi bu da sizdən əzmkarlıqla çalışmağı, öz işinizdə savadlı olmağı, öz işinizi sevməyi və işinizə vicdanla yanaşmağı tələb edir. Bu xarakterləri özündə cəmləşdirən hər bir şəxs bu sahədə professional ola bilər deyə düşünürəm. Bəli, və bir məsələni də əlavə eləyərdim. Yəni bu sahədə uğurlu xanımlar tək olmaqları azdır məncə. Xanımlar əlçatan olmalıdır ki, yəni onların təcrübəsindən, onların biliklərindən, onların məsləhətlərindən həmin o gənc nəsil, həmin o xanımlar da yararlana bilsin. Çünki biz buna rol modeli deyirik də. Bu rol modelləri kifayət qədər azdır və bir növ bir networking, şəbəkələşmə olmalıdır. Bu xanımlar bir-birinə dəstək olmalıdır. Bir yolu keçiblərsə, bir xanım keçib, ikinci xanım da misal üçün eyni məsələlərlə üzləşirsə, bunu yaşayan bir adamdan soruşub, məsləhət almaq əlbəttə ki, faydalı olardı. Çünki bəzən bunu gedib kişidən soruşmaq da bəlkə də düzgün olmur, yəni uyğun olmur. Həm olmalıdır həmin xanımlar, həm də ki, o xanımlarla ünsiyyət qurmaq imkanları çox olmalıdır ki, xanımlar bir növ göz önündə olmalıdır, həmin o uğurlu xanımlar göz önündə olmalıdır ki, bu həm motivasiya verəcək, həm də ki, bir çətinlik olarsa, məsləhətə ehtiyacı olarsa, kimə müraciət edim sualını cavablayacaq ki, xanımlar biləcəklər ki, yəni var belə bir işini bilən xanım var, uğurludur, mən onunla görüşüb, misal üçün hansısa bir məsələmi müzakirə edə bilərəm. Mən siz danışdıqca biraz açıq uşaqlığa qayıtdım, niyə deyəcəm? Çünki biz deyirik ki, məsələn, kişilər dominantdır bu sahədə. Amma nədənsə mən uşaqlığımı xatırlayanda yadıma düşür ki, bizim həmin vaxtlar yeni oyunlar çıxırdı. Biz nə deyirdik onu? Dendi.
oyunları. Gətirirdik evə. Hətta bizə, yəni ana daha çox maraqlı idi ki, uşaq bu oyunu oynasın, amma atam həmişə əsəbləşirdi ki, olmaz bilmirəm, Niyə bəlkə görə? həkim Çünki olub. ata bütün gün işdəydi, ana sizinlə otururdu evdə. Hə. Daha çox vaxtı var idi. Məşğul Ana da işləyir. İkisi də həkim olub. Deyirəm bəlkə həkimliyə görə texnologiya qədər maraqlı olmayıb, amma belə baxıram ki, qadınlar daha tez başlayıblar texnologiyanı istifadə etməyə. Elə evdə sobadan, necə deyim, götürək distansiyon telefon, məsafədən telefon var idi. Yəni asanlaşdıran bir Paltar yuyan alətlərdə. maşın, qab yuyan maşın, qadınlar sanki daha tez istifadəyə başlayıblar. Belə görünür mənə görə kənardan. Burada mən bir xırda bir qeydimi eləyəcəm. Mənim bir sevimli rəfiqəm var. Özü IT sahəsində çalışmasa da bu sahəyə çox böyük maraq olan və dəstək verən bir xanımdır. Onun bir yəni mən proqramlaşdırma da IT deməyə proqramlaşdırma bacararamı, mən alqoritm qura bilərəmmi, mən o boyda böyük sistemləri layihələndirə bilərəmmi deyə özünə sual edən xanımlara çox sadə bir sözü var, həmişə onu deyir. Mənim də çox xoşuma gəlir. Deyir ki, 100 il, 200 il, 300 il qabaq bizim nənələrimiz böyük xalıların ilməsini Bəli. vurmadan onun planlaşdırırlar ki, sonda necə bir əsər yaradacaqlar. Yəni onların əlində nə kağızı vardı, nə dəftəri vardı. Bu proseslərin hamısını öz beyinlərində aparırdılar və indi biz onların əməyinin, əlinin işinin nəticəsinə hətta böyük dünya muzeylərində baxırıq ki, necə gözəlliklər var burada və bu da bir qadın zehninin iştirakı iləndir. Yəni o nənələrin, o cür bacarığı olan insanların nəvəsi olan xanımlar bu işi bacarmayacaqlarmı? Əlbəttə, Çox gözəl nümunədir və gözəl analogiyadır da ki, yəni oxşarlıq nədən ibarət, yaradıcı və bəli, planlı olublar, bəli. Biz danışdıq bəli qadınların rastlaşa biləcəyi çətinliklərdən və s. Bəs hazırda Azərbaycanda və dünyada bu sahədə qadınların inkişafı hansı mərhələdədir? İştirakı nə yerdədir? Necə görürsüz bunu? Necə qiymətləndirirsiniz? Əgər statistika üzərindən geçsək, bütün dünyada və bizim ölkəmizdə də sahədə qadınların iştirakı 25-30% arasında. Yəni bu sahədə çalışan insanların içərisində xanımlar 25-30% ilə təmsil olunurlar kimi deyilir. Bəzi ölkələrdə bu rəqəm daha aşağıdır, bəzi ölkələrdə daha yüksək ola bilər. Hətta informasiya texnologiyalarının müxtəlif inkişaf etmiş müxtəlif sahələrində, müxtəlif domenlərində qadınların iştirakı müxtəlif saylarla təmsil olunur. Məsələn, bu yaxında mən bir statistika ilə maraqlanmışdım. Mənə çox təəccüblü gəldi ki, məsələn, cyber security sahəsində bütün dünya üzrə təxminən 25%-dir xanımların iştirak göstəricisi. Yəni bunu mən bilmirdim. Məsələn, son dövrlərdə mənim özümü müşahidə etdiyim, məsələn, rəqəmlə deyə bilməyəcəyim, data analitika sahəsinə çox gözəl nəticələr verən xanımlar son dövrlərdə qoşulublar və bu sahədə bunların iştirakı artıbdır. Yəni bir rəqəmlə, bir sözlə bunu ifadə etmək çətindir, ancaq gözəl bir hal budur ki, bu tendensiya artaraq davam edir. Bəli, artır. Burada mən bir başqa məqamı qeyd etmək istəyərdim. Yəni ümumi say olaraq bəli artır, maraq daha çoxdur, təhsil daha əlçatandır. Ailələrdən gələn artıq belə deyim də peşə seçimləri də fərqlidir. Yəni indi böyüyən nəsil, onların valideynləri artıq bunu görüblər, məlumatlıdırlar və əlbəttə ki, bir övlad gəlib karyer məsləhəti edirsə, yəni bu texnologiya sahəsinə də yəni yönləndirirlər onu. Əlbəttə, Uluzay xanım da bunu təsdiqləyər. Regionlarda və Bakıda vəziyyət həqiqətən fərqlidir, təəssüf ki. Bəzi stereotiplər orada daha güclüdür ki, onun üzərindən də işləmək olar. Mənim vurğulamaq istədiyim bir məsələ o lider pozisiyası ilə bağlıdır. Hansı ki, say olaraq, kritik say olaraq bəlkə sayda artır xanımların sayı. Amma idarə edici pozisiyalarda, lider pozisiyalarda olan xanımların sayı hələ də dünya üzrə də kifayət qədər azdır. Yəni bir növ bunun başqa bir məqamları var. Mən çünki bunu özüm də təhlil etmişdim. Çox maraqlı bir belə deyim də nəticələri görmüşdüm ki, burada həm psixoloji müəyyən amillər var, burada həm
iş yerində olan o mühitdir, ayrı seçkinlikdir. Burada həm o həyat və iş balansı var ki, xanımların üzərinə özümüz də yəqin ki, razılaşarıq ki, nə qədər əlavə belə deyim də öhdəliklər düşür və bütün bu faktorlar nəticə olaraq ona gətirir ki, sırf lider pozisiyada olan xanımların sayı hələ də azdır. Təəssüf ki. Amma mən sizə deyim, Olcay xanımın səsləndirdiyi rəqəmlər, statistik rəqəmlər məncə yaxşıdır. Qadınlara görə kifayət qədər yaxşı rəqəmlərdir. Əgər belə götürsək ki, əhalinin amma azdır və iqtisadi fəal əhalinin arasında kişilərlə qadınlar demək olar ki, eyni sayda təmsil olunurlar. IT sahəsində xanımların 25-30 arasında olması bu deməkdir ki, hələ burada açıq bir potensiallı bir yolumuz var. Siz məsələn kiber təhlükəsizliyi, data analitikası bu kimi sahələri vurğuladınız. Hazırda son dövrdə daha aktual olan məsələlərdən biri də süni zəkadır. Bu sahədə qadınların iştirakını necə görürsünüz? Bu sahədə qadınların iştirakını necə görürük? Yəni bütün insanlar necə iştirak edirlərsə, kişilər necə iştirak edirlərsə, məncə qadınlar da eyni səviyyədə iştirak eləməlidirlər. Burada biz məsələni ümumiləşdirib deyə bilərik ki, süni zəka ümumiyyətlə insanların həyatını və xüsusən də qadınların həyatını harda daha rahatlaşdıra, daha belə deyək, bilikləri, bacarıqları əlçatan bir hala gətirib çıxarda bilər. Bəlkə bu istiqamətdən deyə bilərik ki, biz burada məsələn, süni zəkanın, Fidan xanım da mənə dəstək olar ki, qarşısında duran ən böyük problemlərdən biri bu ingiliscə buna biasing deyirlər. Qərəzli münasibət məsələsini, yəni qərəzli nəticələrin verilməsi prosesinin aradan qaldırılmasıdır. Biz ona görə də arzu edirik ki, bu süni zəka modellərini hazırlayan komandaların içərisində daha çox xanımlar olsunlar ki, xanımların arzu istəkləri, onların hazırlanan IT məhsuldan olan gözləntiləri və ehtiyacları da tam bir formada qarşılansın. Siz bəs işinizdə tətbiq edirsiniz? Tətbiq deməzdim. Sadəcə olaraq bu istiqamət üzrə kifayət qədər bizim belə deyim böyük planlarımız var və çox yaxşı bir məqama toxundu Ulduzə xanım. Süni intellekt data əsaslıdır, məlumata əsaslanır da. Bu məlumatları da bir növ istifadə edən süni zəka məhsulları belə deyim də, onlar mütləq şəkildə həm xanımlar tərəfindən hazırlanmalıdır, nəzərdən keçirilməlidir. Bu yaxınlarda maraqlı bir reportu oxuyurdum. Reportda qeyd olunmuşdu ki, bir xanım deməli həmin o məhsulları test eləyəndə eynilə siz deyirsiniz o səsə reaksiya verməyib. Burada isə dəri rənginə, xanım Afroamerikalı olub və onun dəri rənginə face recognition, yəni üz tanıma sistemi onu qəbul etməyib. O da ki, niyə? Yəni onun əsasında, o sistemin əsasında da süni zəka produktu məhsulu var idi və oradan da məlum olub ki, yəni xanımlar olardısa komandada, onlar daha çox etik müəyyən məqamlara daha diqqətli olardılar, qərəzli məqamlara daha diqqətli olardılar, daha çox geniş, buna ingiliscə diversity deyilir də, geniş qruplara marağı, belə deyim, baxardılar, onları da təhlil edərdilər ki, yəni mütləq şəkildə son məhsul hamı üçün əlçatan olsun. Çünki razıyam, süni intellektin də bir çox əlbəttə ki, vəzifələri və öhdəlikləri və bizim də ondan gözləntilərimiz var. Amma hazırda bugünü danışsaq, bu daha çox böyük, belə deyim də, işin hansısa dataların təhlili və onun əsasında hansısa proseslərin avtomatlaşdırılmasıdır və s. da ki, daha çox hazırda o istiqamətdə istifadə olunur və mütləq şəkildə həqiqətən hər bir sahədə, hər bir sektorda xanımların həmin o süni intellektin məhsullar olsun, hansısa həllər olsun, onların hazırlanmasında rolu çox böyük olmalıdır və iştirakı da yəni böyük olmalıdır. Statistik rəqəmlərdə səsləndirdik. Mən razılaşdım, Ulduzə xanım razılaşmadı. Onda nisbi anlayışdır da, yəni ki, mən nəyə görə kimin üçünsə az ola bilər, kimin üçünsə daha nəyə görə deyim, razılaşdım. Bilirsiniz ki, dünən Qadın Liderlər Zirvəsi oldu. Biz həmin təşkilatı dəstək idi. Məhz qadınların şəbəkələşməsi niyə kişilərə baxanda azdır deyə sual verilmişdi. Bildirildi ki, qadının şəbəkələşməsi daha çox olmamalıdır. Çünki qadın həm də ev xanımıdır və bu danışdığımız haqqında bayaqdan
olan vəzifələrdir. İstər texnologiya, istər innovasiya sahəsində, istər müəllim, istər həkim, istər bir lider. Bunları yetişdirən daha çox qadın olduğu üçün qadın biraz da evdə olmalıdır. Bəlkə mən o fikrə əsaslanıb bu statistikanı doğru rəqəm hesab elədim. Hesab edirəm ki, bu şəxsiyyətin yetişdirilməsi bu tək ananın üzərinə atılmış bir hal olmamalıdır. Bəs məsuliyyəti burada daha çox düşmürmü? Formalaşdırması bu ailədir. Ailə də həm ata, həm də anadır. Yəni bizim indi cəmiyyətdə rastlaşdığımız və xüsusən də qadınlara qarşı olan qeyri-sağlam münasibətlərin bir hissəsinin kökü elə o düzgün formalaşdırılmamış yanaşmadan gəlir. Çünki məsələn əgər biz deyiriksə ki, hər uğurlu qadın arxasında bunun atası dayanır. Hər qadına qarşı hörmətli olan kişinin arxasında da anası. Onda bu tərbiyəni vermiş, onda bu fikri aşılamış anası dayanır. Amma əgər biz cəmiyyətə tam formalaşmış bir insan və bir professional şəxs gətiririksə, atanın da burada iştirak çox vacibdir. Çünki elə bir dövrdə yaşayırıq ki, ailədə həm kişi, həm qadın, ata da, ana da ikisi də iqtisadi aktiv olmağa məcburdular ki, övladlarını, ailələrini, bunların öhdəliyində olan şəxslərin hamısına lazım olan səviyyədə maddi, mənəvi sərvətlərlə təmin etsinlər. Amma reallıqda vəziyyətimiz nədir ki, IT-də də, digər sahədə də çalışan xanımlar saat 9-dan axşam 6-ya qədər işində hakim mövqe tutmağa çalışır. Ondan sonra da məcburən evində eyni rolu aparmağa çalışır. Və bunun ikisindən birində uğurlu olmaya bilər. Əgər işində uğurlu olmasa, karyerasını qurub öz işinə faydalı ola bilməyəcək. Ailəsində uğurlu olmasa, cəmiyyətə faydalı ola bilməyəcək. Bunların ikisinin arasında bir balans lazımdır. Bu balansı da qadın və kişi birlikdə təmin etməlidirlər. Yəni əgər biz qadınların filan yerdə iştirakını dəstəkləyirik, qadınlar filan yerdə aktiv iştirak eləsin, cəmiyyətdə bərabər hüquqlu olsunlar deyiriksə, bunu biz 3 xanım öz aramızda müzakirə eləməli deyilik. Burada bir kişi IT nümayəndəsi də oturmalı idi ki, o da öz mövqeyini qoysun ortalığa ki, biz də bunu belə görürük. Ay xanımlar, biz də sizlə filan problemi yaşayırıq, məsəl üçün. Və yaxud da ki, heç bunu biz bilmirdik. Məsələn, ay xanımlar, bunu da biz nəzərə alsaydıq, yaxşı olardı. Yəni, nə qədər fərqli fərdlər bu müzakirələrə cəlb olunarsa və fərqli yönümdən dəstəklər insanlara verilərsə, məncə onda cəmiyyət də bu işdən fayda qazanar. Razıyam növbəti sualım da elə o olacaqdı ki, nə düşünürsünüz? Gələcəkdə qadınların bu sahədə iştirakını artırmaq üçün hansı addımlar atılmalıdır? Nələr etməliyik? Bilirsiniz necə elə ki, bundan öncəki sualın davamı olaraq qısa bir məsələni demək istəyərdim. Doğrudan da hər şey ailədən, evdən başlayır. Çünki mən oğlanasıyam və təsəvvür edin ki, uşaq da cəmiyyətdə böyür. Stereotipləri tək ailə vermir ona. Əlbəttə ki, o başqa yerdədir, başqa insanlar da ünsiyyətdə olduqda bunu gətirir və bir neçə dəfə bəzi ifadələri istifadə edib ki, yəni qız kimi ağlama, qız kimi aparırsan özünü və s. və ilaxır və mən bunu eşitdikdə artıq onu çağırıb izah elədim ki, bax, bilirsənmi bunun arxasında nə durub? Niyə belə düşünürsən? Yəni, sən görmüsənmi xanım özünü başqa cür aparıb, qız misal üçün və rəfiqən olsun, sinif yoldaşın olsun və s. Deyir, yox. Deyirəm, bəs nədən sən sırf bu ifadəni tez-tez istifadə edirsən, başqa uşaqlara qarşı, kiməsə qarşı? Deyir, çünki hamı elə deyir. Oturdum, izah elədim. Əslində, belə xırdalıqlardan bir çox şeylər başlayır da. Yəni, davamlı olaraq, məncə, necə ki, qız övladının böyüməsində atanın rolu böyüdür. Bir o qədər də Razə Mulduza xanım da qeyd eləmişdi ki, həmin o dünya görüşlü, belə gözü açıq, dəstəkçi kişilərin də böyüməsində, onların elə bir ki, tərbiyəsində ananın rolu çox böyükdür. Nə xoş, misal üçün bizə ki, bir övlad da, bir oğul da işləyən, çalışan, oxuyan bir ananı görsün, özünün üzərində çalışan, işləyən bir ananı görsün və həyat və iş balansı yoxdur, səmimi deyim. Mən onu tapmağa çalışırdım illərdən. Sonra başa düşdüm ki, bəli, bu
bir inteqrasiya olmalıdır. Bəzən şəxsi həyatını, evi və s. qurban verməli olursan çox təcili məsələyə görə. Bəzən başqa, misal üçün hansısa işi saxlayırsan ki, evim daha önəmlidir və bu davamlı olaraq bir seçimlərdir. Hər günlük seçimlərdir, nə bilim, həftəlik seçimlərdir, aylıq və həyat da belə seçimlərdən ibarətdir. Yetər ki, xanımlar bu balansı tapa bilsinlər. Yəni ki, bu həqiqətən çox önəmlidir və buna doğru getsinlər. Məsləhətlərə, tövsiyələrə gəldikdə isə yəqin ki, ən birinci demək istədiyim məqam bu özgüvən məsələsidir. Bu həqiqətən çox önəmlidir. Bəlkə də bu klişe bir sözdür, tez-tez istifadə olunur, amma xanımların ciddi özgüvən problemləri var. Mən özüm bu istiqamətdə, yəni belə deyim də, həm araşdırmışam, həm üzərimdə çalışmışam. Yalan deməyim, hələ də müəyyən məqamlar olur ki, özümə sual verirəm ki, mən bunu bacararam, bəlkə mən bacarmaram, yəqin ki, mən burada olmamalıyam və mən bu işi görməməliyəm, yəni bu öhdəliyi üzərimə götürməməliyəm. Sadəcə və sadəcə ki, mən məlumatlıyam bu problem haqqında, bilirəm ki, məndə var belə bir xüsusiyyət. Mən artıq o suala dərhal cavab vermirəm, özümə vaxt verirəm ki, mən bir qədər araşdırım, bir qədər sakitləşim sonra. Amma əksər xanımlar da və bu sübut da olunub ki, bir eyni situasiyada, eyni bilik və bacarıq, eyni təcrübəyə malik olan xanıma və bəyə təklif olunsa, misal üçün işlə bağlı hansısa artım və s. kişi xəlacı çox belə sevinə-sevinə bunu dərhal qəbul edəcək və bu istiqamətdə davam eləyəcək. Hətta deyəcək ki, əmin idim ki, mən bunu bacaracağam, məni seçəcəksiniz. Maaşımı da filan qədər amma xanım yox, xanım deyəcək ki, mənə düşünməyə vaxt verin, mən gedim biraz baxım, bəlkə birdən bacarmaram, evdə məsləhətləşim. Çox xırdalıqlardır, amma həqiqətən bunu yaşadıqca başa düşürəm ki, bu özgüvən məsələsi, bu aşırı özgüvən deyil, orada çox belə incə bir cizgi var da. Yəni bu sırf özünə, öz gücünə, öz biliyinə, bacarığına əsaslanmaq deməkdir özgüvən. Yəni buna əsaslanıb qərarlar vermək lazımdır. Nə aşırı dərəcədə mən hər şeyi bacarıram və məndən yaxşısı yoxdur, nə də ki, gedim düşünüm, yəqin ki, mən bunu bacarmayacağam. Çalışır, bu iki belə deyim də fərqli vektorlardan, iki istiqamətlərdən biraz ortada durmaq lazımdır. Demək ki, atılacaq birinci addım odur ki, xanımlarda özgüvən formalaşdırmalıyıq. Bir çox faktorlar bir-birinə təsir edirlər, ancaq xüsusən də IT sahəsində çalışan xanımlar illərdən formalaşmış stereotiplər, kollektivin içərisində dəstək verici xanımların az olması, mühitin biraz fərqli olması və bu sahələrin yeni olması da belə deyək nəzərə alınmaqla, bəli, praktikadan gələn nəticə nümunələrdir ki, eyni işi, eyni bilik və bacarıqlar da məsələn xanımlar daha aşağı rollardadırlar və daha az maaşla çalışırlar, ancaq ondan da bəlkə də bir çömçə bu işi zəif bilən, ancaq özgüvəni yüksək olan, işin üzərinə atılmağı bacaran kişi əməkdaşlarımız, kişi kolleqalarımız burada daha uğurlu ola bilirlər və yenə də deyirəm ki, tək özgüvən məsələsi deyil, necə də olmasa xanımlar beyinlərinin bir küncündə həmişə ailəni, uşaqları, cəmiyyətin onlardan olan gözləntilərini, valideynlərini düşünürlər və ona görə də nə qədər boyunlarımıza almasaq da o bizim üçün razıyam, bəli, razıyam. Və bütün karyeramıza aid, biznesimizə aid qərarların verilməsində də biz təhtəlşüur olaraq ailəmizin bizdən olan gözləntisinə, ailəmizin qarşısında olan öhdəliklərimizə və rolumuza dayanaraq bu qərarları veririk. Yəni mən belə fikirləşirəm. Bu ailə məsələsi həqiqətən də hətta çox yaxın bir кейsi deyim də, hazırda misal üçün oğlum biraz səhhətində problem var, səhər məktəbə getməyib və mən ana olaraq bütün günü bunu düşünürəm. Və əlbəttə ki, işimə nə qədər də fokuslanmasam, beynimin küncündə qalıb ki, uşaq belədir də və biz davamlı belə yaşayırıq. Buna mən nə pis, nə yaxşı deməzdim. Sadəcə bu belədir. Əsas da məsələ nədir də? Xanımlardan cəmiyyətin gözləntisi kişi kimi olmaqdır. Dominant olmalısan, kişi kimi olmalısan, möhkəm olmalısan, olmamalısan.
olmamalıyıq. Yəni bizim gücümüz də elə ondadır ki, biz fərqliyik. Mən Bu ona görə fərqlilik o həmin gücü rəqəmləri yaradır. biraz uyğun hesab edirdim. Yox, yəni məsələ tək rəqəmlərə də bağlı deyil. Yəni dediyim kimi də o gözlənti özü də illərlə gəlir. Məncə onu dəyişmək lazımdır. Yəni bizim fərqliliyimiz bizim gücümüzdür məncə və o istiqamətdə biz getsək, daha uğurlu olmağımız, daha xoşbəxt olmağımız, daha belə deyim də öz yerimizdə olmağımız mümkün olacaq. Bir dəfə mən internetdə bir qeyd oxumuşdum. Bəlkə Fidan xanım, Elvira xanım sizin də qarşınıza çıxar. Deyir ki, əgər çətin bir proyektə başlayırsansa, əməkdaş olaraq sosial məzuniyyətdən yeni qayıtmış bir xanımı işə götür. Çünki o perioddan çıxıb və ailəsini menecə eləyə bilibsə, sənin hər bir işini menecə eləyə biləcək. Razıyam. Rastlaşmamışdım amma razıyam. Sizə bir maraqlı sualım olacaq. Bəlkə də olmayıb, amma olubsa sizdən xahiş edəcəm ona səmimi cavab verəsiniz. Sizə ilham verən texnologiya sahəsində nümunə götürdüyünüz bir xanım olubmu? Və nəyi nümunə götürmüsünüz? Onun hansı təcrübəsindən yararlanmısınız? İcazə versəniz, Buyurun. burada belə deyim də, yenə deyim, say olaraq da, hətta dünya üzrə də o rol modellər o qədər azdır da, kifayət qədər azdır. Düzdür, artırlar, yəni daha böyük pozisiyalarda olurlar və s. Yadda qalanımı deyim, deməzdim ki, mən onu rol model kimi görürəm, amma yadda qalan bir xanım Sheryl Sandberg'dir. Facebook, indi Meta təşkilatının çox böyük pozisiyasında, böyük pozisiyasını tutan bir xanım olub vaxtı ilə və o öz həyatı haqqında bir kitabı yazmışdı ki, o karyerasını necə qururdu, ailəsini necə idarə edirdi və s. Məsəl üçün mənə orada belə deyim də toxunan bəzi məqamlar oldu ki, hansı ki bəlkə də bunu kənardan kimsə desəydi və ya özümdə bunu görsəydim inanmayacaqdı və ya deyəcəkdim ki, yox, bu yəqin ki düz deyil. Amma onun çox gözəl yazdığı bəzi məsələlər var idi ki, xüsusən də mən bundan öncə dedim ki, eyni danışır ki, eyni pozisiya açılıb və xanım müraciət eləyib, daha doğrusu oğlan özü kişi özü müraciət eləyib pozisiyaya, amma xanımı o pozisiyaya müraciət etmək üçün çağırıb az qala yalvarırlar ki, sən də müraciət elə, sən də layiqsən, sən də bura müraciət. Və oradan başlayaraq o situasiyanı çox gözəl təhlil edir ki, bunun arxasında duran psixoloji məsələlər hansıdır. Sonra göstərir ki də, yəni təhsilin önəmi nə qədər böyükdür, ailənin dəstəyi, hətta ailə dedikdə tək ata yox, həyat yoldaşı da çox önəmlidir də. Çünki bu etaplı gəlir və bu dəstək olmalıdır. Çünki bir xanım olaraq işdən qayıdıb, misal üçün deyirəm də, əgər hansısa bir ev işlərini çatdırmırsa xanım və nəyisə edə bilmirsə və buna görə hansısa bir təzyiqi görürsə, hansısa bir xoşa gəlməz, belə deyim də, hadisəni yaşayırsa, əlbəttə onun gedib karyeranı düşünmək və uğurlu olmaq kimi bir fikirləri olmayacaqdır. Yəni ən azı o istədiyi qədər o fokuslana bilməyəcək. Ona görə bütün bu etapları danışır və çox gözəl həyat hekayələrlə belə deyim də bunu nümunələri göstərir. Məsəl üçün yadımda qalan xanımlardan biri o olub. Sizdə olub Olca xanım elə bir xanım? Bayaqdan fikirləşirəm, düşünürəm. IT sahəsində çətindir mən üçün demək ki, hə məsələn belə deyək ki, nümunə götürdüyüm bir xanım var. Fidan xanım da dediyi kimi burada seçimimiz çox da seçimimiz çox limitlidir. Ancaq belə deyək ki, menecment rolunda olan, uğurlu olan və yaşadığı problemləri çox gözəl dillə izah edib kommunikasiya etməyi bacaran bir xanım olaraq PepsiCo şirkətinə 12 il rəhbərlik etmiş Indira Nooyi adında bir xanım var. O xanımı mən izləyirəm, onun çıxışlarını dinləməyə çalışıram və məni hər dəfə o dinlədiyim məqamlarda belə deyək də, məni təəccübləndirən, bir müsbət mənada şok edən deməzdim, amma təəccübləndirən bir məqam budur ki, yəni dünyanın ən böyük şirkətlərindən birinə rəhbər olaraq çalışan bir xanım da kiçik bir MMC rəhbərlik edən bir xanımla demək olar ki, eyni xarakterli problemləri yaşayır. Bu Indira xanımın da özəlliyi bundan ibarətdir ki, o özü bir miqrant ailəsində Hindistanda anadan olubdu. Daha sonra Amerikaya köçərək orada təhsilini, karyerasını orada qurmuşdu və bu etapların hamısına rəhbər rolda olan xanım, başqa ölkədən gəlmiş, başqa millətdən olan xanım, əsas belə deyək, proseslərə inteqrasiya olmağa çalışan bir miqrant ailəsinin nümayəndəsi olan xanım kimi çox maraqlı bir həyatı var. Ancaq onun da həmişə qeyd elədiyi, bir neçə çıxışında mənim rastlaşdığım qeyd elədiyi bir dənə məsələ var ki, həmişə
vurğulayır ki, bu mövqeyə gəlməyimə səbəb mənə ailəmdən, təhsilimlə və işimlə bağlı ailəmdən olan dəstək olubdur. Demək ki, Azərbaycanda, Amerikada, Hindistanda, nə bilim, dünyanın hər yerində olursan, olmaqdan asılı olaraq bir insana, bir şəxsə, kişi də olsun, qadın da olsun, bunun ilk növbədə ailəsi, ətrafında olan insanları dəstək olmalıdırlar. Doğrudur. Bizdə isə Azərbaycanda bu ekosistemin ən fəal bu sahədə xanımlardan biri də sizsiniz. Sizdə bəs bizdə Azərbaycanda xanımlar, qadınlar sizin təcrübələrinizdən yararlana bilirlərmi? Siz onlar üçün nə qədər əl çatansınız? Burada biz Fidan xanımla demək olar ki, eyni sözü deyəcəyik ki, biz ikimiz də çox şadıq ki, Fem Digital Azərbaycanın IT-də olan xanımlarına dəstək bir təşkilatı var. Feminist deyil. Fems Digital kimi bəli, Fems Digital adlandırılan belə bir təşkilat var. 10 ildən artıqdır fəaliyyət göstərir və biz də demək olar ki, qurulduğu bir dövrdən Fidan xanımla da bərabər bu təşkilatın içində iştirak eləyirik. Burada bizim ətrafımızda, bizimlə birlikdə Azərbaycanın IT sahəsində gözəl təcrübəsi olan, gözəl rol model xanımlar toplaşıblar ki, onlar şirkətlərə rəhbərlik edirlər, böyük təşkilatların IT qanadı üzrə fəaliyyətlərinə rəhbərlik edirlər və bu sahədə həqiqi rol modeldirlər və təşkilat da kifayət qədər alçatandır. Eyni adlı Fem Digital adında internet səhifəsi var. Bizi dinləyənlər oradan lazım olan məlumatlarla tanış ola bilərlər. Qoşulub təşkilata fəaliyyətində iştirak edə bilərlər. Cürbəcür tədbirlər keçirilir. Çox aktiv, həm regionları bundan öncə dedim ki, yəni biz tək Bakını əhatə etmirik. Biz kifayət qədər də regionlarda əl çatan, belə deyim, imkanları yaradırıq. Sessiyalar təşkil olunur, xanımlar üçün müxtəlif, belə deyim də, maraqlı hansısa təşəbbüslər təşkil olunur ki, ən azı biz də başa düşürük ki, bəlkə də bir neçə saat ərzində nəyisə, belə deyim də, böyük bir şey öyrətmək mümkün deyil, amma istiqamət vermək mümkündür. O, bilirsiniz, o bir qığılcım yaratmaq mümkündür ki, bəlkə də bir o incə toxunuşdan sonra xanımın həyatında o seçimi dəyişə bilər. Çünki bizlə çox səmimidirlər, danışırlar. Ayrıcı da belə deyim, mən həmişə tək Fem Digitalistdə yox, həm startap yönümlü bir növ xanımlara ayrılan hansısa bir proqramlar olubsa, həm juri, həm mentor, həm həmin o məsləhətçi qismində olmuşam, çalışıram da. Həmişə kontaktlarımı çox, belə deyim də, səmimi şəkildə paylaşıram ki, mənə yaza bilərsiniz. Nəsə sualınız olsa, olub ki, sadəcə görüşmüşəm, kofeyə dəvət etmişəm. Gənc xanımlar olub ki, bəzən hara qəbul olunum, hansı peşəni seçim, bəs hansı çətinliklərlə üzləşə bilərəm, bizlə görüşə bilərsinizmi, görüşmüşük, danışmışıq. Yəni, düşünürəm ki, bu məsələləri həqiqətən biz işıqlandırmalıyıq, paylaşmalıyıq. Biliyimiz də varsa, bacarımız da varsa, təcrübəmiz də varsa, ən azı biz bu yolu əhatə etmişiksə, keçmişiksə, bəlkə hansısa xanım bizdən daha az buna vaxt sərf eləyər, daha az güc sərf eləyər ki, yəni bir növ daha uğurlu olar. Ona görə, xüsusən də tez-tez bu xanımlara qarşı deyirlər ki, bunu xanımlar bir-biri ilə paylaşmaqda bir o qədər də açıq deyirlər. Əslində, yəqin ki, xoşbəxt insanam. Ətrafımda olan xanımlar həqiqətən də həmişə dəstəkçi olublar, həmişə yönləndiriblər, məsləhət görüblər, yəni dəstək olublar hər tərəfli. Mən onu görərək də əlbəttə ki, başqa cür ola bilmərəm də. Yəni, mən də eyni ilə də həmin o digər xanımlara əlimdən gələn dəstəyi verməyə həmişə hazıram. Dediyim kimi də müxtəlif proqramlarla, məsləhətlərlə, bəzən sadəcə bir çay, kofeyə dəvət edib, oturub sadəcə söhbət etməklə və bu istiqamətdə də davam eləyəcəm. Bu Fem Digital-la fəaliyyəti ilə bağlı bir məqamı da qeyd edeyim. Təşkilat hər il Avita tədbirini keçirilir. Bu il ərzində IT sahəsinə də müxtəlif istiqamətlərdə uğur qazanmış xanımların seçilməsi, dəyərləndirilməsi, qeyd olunması, tanınması üçün keçirilir və regionlarda bu sahədə məşğul olan xanımlar, IT təhsili verən müəllimələrdən, yaxud regionlarda hansısa bir layihələr həyata keçirən xanımlardan başlayaraq dövlət qurumunun IT sahəsində çalışan xanımlarına qədər olan geniş bir sektor əhatə edilir. Düşünürük ki, bu cür tədbirlərin keçirilməsi
də bir növ cəmiyyətin məlumatlandırılması və bu sahəyə marağın yaradılmasına xidmət edən bir tədbirlərdir. Biz həmişə səslənirik ki, təşkilat əməkdaşlıq üçün açıqdır. Biz gənc xanımları dinləməyə, onların problemlərinə dəstək olmağa həmişə hazırıq və hamımızda kifayət qədər ictimaiyyətə açıq olan bir şəxslərik. Yəni əgər bizi dinləyən, bu sahəyə başlamaq istəyən xanımlar, bəylər, ümumiyyətlə də IT sahəsinə marağı olan hansı bir şəxslər varsa ki, istiqaməti almaq üçün, hansısa problemlərinə dəstək olmaq üçün çox rahat formada müraciət edə bilərlər. Elə buradan gəlin xanımlara səslənərək bir neçə əgər tövsiyəniz varsa onları deyin. Nə tövsiyə edərsiniz xanımlara ki, belə İnkişafdasan proqramı vasitəsilə onu izləyicilərimizə, xanım izləyicilərimizə çatdıraq? Bir söz deyə bilərik ki, inkişaf eləsinlər. İnkişafdasan proqramında. Yəni biz əslində artıq bütün bizim müzakirəmizdə yəqin ki, biz yeni bir şey səsləndirməyəcəyik. Çünki bəzi şeyləri Uğuzda xanım dedi, bəzi şeyləri mən dedim. Ümumiləşdirsəm, misal üçün öz adımdan nəyi deyə bilərəm? Yəqin ki, bu cəsarətli olmaq məsələsidir. Bu həqiqətən çox önəmlidir. Cəsarətli olmaq lazımdır. Eləyib bir təcrübə qazanmaq lazımdır ki, yəni bir seçim dursaq ki, eləməyim və yanılmayım, səhv etməyim, yoxsa eləyim, səhv etsəm də belə təcrübə qazanım. Məncə eləyim və öyrənim. Səhv olsa da, uğurlu olmasa da, alınmasa da birinci dəfədən eləyim. Çünki mənə qalan təcrübə olacaq. Mən məsləhət görərdim ki, tövsiyə görərdim ki, xanımlar bu düşüncə ilə yola çıxsınlar. Karyerasında, həyatlarındakı bu təcrübə həmişə lazım olur. Bəlkə anında biz başa düşmürük nə üçün lazımdır, necə istifadə olunacaq. Amma vaxt getdikcə, həyat davam etdikcə bu hər şey öz yerinə oturur. Ona görə düşünürəm ki, cəsarətli olmaq lazımdır. Bravo. Mən də öz tərəfimdən əlavə etmək istəyirəm ki, cəsarətli olun və inkişafa, dəyişikliklərə açıq olun. Mən öz təcrübəmdə digər sahələrdə uzun illər fəaliyyət göstərmiş, ancaq sonradan IT sahəsinə keçid etmiş bir neçə çox uğurlu xanımı tanıyıram ki, onlar məsələn belə deyək ki, məsələn, mühasibat sektorunda başlayıblar, hüquq sektorunda işləməyə başlayıblar. Ancaq indi IT şirkətlərində kifayət qədər aparıcı və texniki rollardadırlar. Yəni maraqları olub, həvəsləri olubdur, öz arzularının dalınca gediblər, öyrənməyə və yeni biliklər almağa, yeni təcrübələr qazanmağa açıq olublar və bu sahədə də uğurludular. Və yəni inkişaf edin, cəsarətli olun, özünüzü inkişaf elətdirin. Əgər biz bu sahəyə gəlmək istəyən həm kişilərə, həm qadınlara aid olan bir şeydir. Əgər biz sırf xanımlar IT sahəsinə çox gəlsin deyiriksə, onda biz onların ailələrinə xitab eləməliyik deyə düşünürəm. Çünki yəni səmimi desək, bizim ölkəmizdə bir abituriyentin ixtisas seçiminə onun özündən çox ailəsi təsir eləyir. Və uşaq nə istiqamətə gedəcək? Kompüter oxuyacaq, yoxsa nə bilim sosiologiya sahəsinə gedəcək, yoxsa riyaziyyat müəlliməsi olacaq, yoxsa fizika müəlliməsi olacaq, yoxsa nə bilim kompüter elmlərini seçəcək. Bunlara əksər hallarda ailə qərar verir, ən azı təsir edir. Və bəlkə də uşaqlarımız bizdən daha ağıllıdırlar. Yəni bunu mən səmimi deməliyik ki, yeni artıq gözünü texnoloji bir dünyaya açmış uşaqlar çox ağıllıdırlar, çox savadlıdırlar. Təəssüf ki, əyləncəyə daha çox meyilli olduqlarına görə sırf bilmə tərəf fokuslanmaq ancaq həqiqətən onların informasiya, onların əlçatanlığı çox yüksəkdir. Çox rahat qəbul edirlər və emal edirlər. Ona görə də buradan ailələrimizə səslənmək istəyirəm ki, uşaqların ixtisas seçimində onların istəklərinə, onların seçimlərinə güvənin. Onların istəklərinin ardınca getməyə dəstək olun və əgər uşaq qərarsızdırsa, onda onu IT sahəsinə yönləndirin. Qız da olsa, oğlan da olsa, orada özünə çörək tapacaq. Təşəkkür edirəm. Əziz dinləyicilər, bugün İnkişafdasan proqramında qadınların innovasiya və texnologiyada rolu barədə çox dəyərli məlumatlar əldə etdik. Bir daha əmin olduq ki, qadınların bu sahədə iştirakı cəmiyyətimizin inkişafı üçün çox önəmlidir. Hətta onların liderliyi və yenilikçi yanaşmaları gələcəyin texnoloji dünyasını yaradır deyə bilərik. Hər birinizə təşəkkür edir və uğurlar arzulayıram. Növbəti verilişlərdə
gələcəkdə daha aktual mövzularla qarşınızda olacağıq. Sağ olun, salamat qalın.